Neftçiyə qayıtmaq, yəni arzum idi. Mən buradan son məşq gedəndən də demişəm ki, inşallah yəni vaxt olar, yəni daha təcrübəli, daha yaxşı Elvin bu Neftçiyə qayıdacaq. İnanıram ki, indi o vaxt gəlib çatıb. Mən də sevinirəm. Yəni Neftçiyə qayıtdım. Yəni böyük klubdur, flaqmandır, onu bilirik. Ancaq gözəl istər, yəni bizə qalır isə işləmək. Əlbəttə mən birinci dəfə gələndə cavan idim. Yəni ilk böyük futbol deyək, Premier Liqam deyək, yəni ilk addımlar Neftçidə atdım. Yəni təcrübə baxımından az idi, düzdür. O qədər də uğurlu alınmamışdı. Yəni amma demişdim ki, daha yaxşı qayıdacam, daha təcrübəli indi o vaxt gəlib çatıb. İnanıram ki, daha yaxşı Elvini bu dəfə görə bilərlər. Azərkeşlər də, klub da, rəhbərlik, məşqçilərimiz. Yəni buna inanıram. Bunun üçün gəlmişəm. Yəni gəlmişəm ki, başqa Elvin burada Neftçidə hamı görə bilsin. Sami müəllimlə təzən işləmək xoşdur mənim üçün. Yəni Sumqayıta da gələndə yəni onun oyun fəlsəfəsini bəyənirdik. Yəni tək mən yox, klub olaraq. Yəni indi də bura mən gəlmişəm. Onun istəyi ilə, onun istədiklərini bilirəm. Yəni hamı bilir ki, maraqlı, gözəl futbol oynadır. Yəni ona görə sevinirəm ki, təzən onunla bir yerdə işləyəcəm. Çalışacağam ki, daha da çox buna bu məşqçiyə kömək eləyim. Əlbəttə buradan onları yenə də salamlayıram. Yəni onlarla təzədən bir olmaq mənim üçün xoşdur. Digər klublarda oynayanda da, yəni Neftçi oynayanda, Neftçiyə qarşı oynayanda həmişə gəlirdilər, dəstəkləyirdilər. Yəni bu azərkeşlər yəni ən yaxşı sözlərə layiqdir. Ona görə mən indi buradayam və onlara demək istəyirəm ki, yəni də həmişə kimi yanımızda olsunlar, dəstək olsunlar. Bizdən isə qalır işləmək. Yəni biz meydançada sözümüzü deyəcəyik və çalışacağıq ki, onları həmişə sevindirək. Şəxsi mən özüm klub olaraq, komanda olaraq görürəm ki, yəni buna hazırıq. Ona görə bizə işə düşür işləməkdir. Yəni maksimum hər məşq, hər oyun hazırlaşmaqdır. İnanıram ki, mən özümdən tutum. Yəni mən özüm və klub oyunçularımız, yəni komanda yoldaşlarımız məndən başlayaraq hamı öz işini məsuliyyətli yanaşsa, biz yuxarılarda ola bilərik. Və son olaraq Neftçini bir cümlə ilə ifadə etməni istəyirəm. Flaqman.